yuxarı Gövhər ağa məscidinin həyətində. Həmin torpağı indi qaytarıb atardan yenidən Şuşaya. Çox bilmişəm ki, dağılmasın. Bax, həmin Şuşa torpağı. Şuşa elə hesab edin ki, Azərbaycan xalqının ürəyinin bir parçasıdır, bir hissəsidir. Yəni Şuşasız həyat yoxdur. Mən o zaman Şuşanın müdafiəsində iştirak eləmişəm. Şuşada gedən döyüşü iki ümumi xarakterik ifadə ilə belə deyək, təsvir etmək olar. Birinci odur ki, ön cəbhədə döyüşənlərin fövqəladə misilsiz qəhrəmanlığı. İkinci xarakteri xüsusiyyəti o idi ki, o zamanki Azərbaycan hökuməti və o zamanki Azərbaycan rəsmi dairələri Şuşaya lazım olan silahı köməyi eləmədilər. Və son nəfəsinə qədər, son qanına qədər insanlar döyüşdü, şəhid oldu, yeri boş qaldı. Sən bilirsən ki, sənin vətənin var, özdə çox da uzaqlarda deyil, bir neçə yüz kilometr uzaq məsafə deyil müasir dünyada. Və üstə gəl bilirsən ki, sən vətənindən nahaq yerə dərgin salınmışsan, sənin heç bir günahın yoxdur, sənin xalqının heç bir günahı yoxdur. Və heç nədən məhz Azərbaycanlı olduğuna görə sən orada qovublar, dərgin salıblar. Üstə gəl, hər gün sənin şəhərində keyf məclisləri qururlar və bunu bütün dünyaya nümayiş etdirirlər. Sən isə dözürsən, baxırsan, dözürsən. Və əgər o bizim qəlbimizdəki ümid olmasaydı, o inam olmasaydı ki, biz mütləq Şuşaya geri qayıdacaq və Şuşanı işğaldan azad edəcək, biz çoxdan məhv olmuşduq, hamımız qırılmışdıq çoxdan. 32 ilin özü də mübarizədən ibarət olub. Kim nə bacarır, harada, nəsə eləyə bilirsə o sahədə mübarizə aparır. Mən öz adımdan onu deyə bilərəm ki, fəxr eləyirəm ki, bu 32 il ərzində dünya boyunca Şuşa haqqında danışmışam. 16 kitab yazmışam, onun təxminən 10-u Şuşa haqqındadır. Və həmişə zarafatla deyirəm ki, dostlarla danışanda deyirəm ki, mənim bu 30 il ərzində Şuşa barədə yazdıqlarımı bir gəbə, xalı, xalça kimi yerə sərə bilsən, Bakıdan onun üstü ilə gedib Şuşaya çıxmaq olar. Biz artıq qayıdırıq Şuşaya. Və sən bir neçə gündən sonra saat da deyə bilərsən də 72 saatdan sonra, nə 86 saatdan sonra, nə bilim neçə saatdan, 90 saatdan sonra sən qapı açılır və sən düşürsən Şuşa torpağına. Maşın, avtomobil dayanır və sən qapını açıb düşürsən öz evinin qabağına. Möcüzədir. Yoxsa, bax budur, hisslər budur. Nə bilim, bunun adını nə qoymaq olar? Qısa müddətdən sonra biz artıq Şuşada olacaq və o andan etibarən köhnə qaldı burada. Köhnədə və biz yeni həyat başlayırıq, yeni səhifə başlayırıq. Ömrümüzün yeni kitabını yazmağa başlayırıq. Bu artıq Şuşalı kitab.